Salam hörmətli həmkarlar. İndi isə biz sizlə birlikdə üsi, kimya üsi 2 situasiya suallarının izahına baxacağıq. Belə bir maraqlı məsələdir. Deyir ki, XSO4 pulusun NH2 kristal hidratı suda həll olmasının temperaturdan asılılıq qrafiki verilmişdir. 80 dərəcədə 250 qram kristal hidrat məhlulu 20 dərəcəyə qədər soyudulur. Bu zaman çökən bərk maddə süzmə solu ilə məhluldan ayrılır və qurudularaq kütləsini təyin edirlər. Deməli, belə başa düşdük ki, əlimizdə kristal hidrat var. Kristal hidratı suda həll ediblər və 80 dərəcə Celsius temperaturda 250 qramlıq kristal hidrat məhlulu hazırlayıblar və bu məhlulu 20 dərəcəyə qədər soyudanda birinci proses zamanı bir qədər bərk maddə çökübdür və çökən həmən bərk maddəni süzüblər. Süzəndən sonra onu ayırıblar, qurudublar, kütləsini təyin ediblər. Sonra bu bərk maddəni tam közərdiblər, ikinci prosesi həyata keçirdiblər və tam közərmə zamanı alınan bərk maddənin kütləsinin 64 qram olduğu müəyyən olunubdur. İndi gəlin bir-bir bu dediklərimizi analiz edək və bizə verilən sualları cavablandırmağa çalışaq. Deməli, bizə deyir ki, X-in nisbi kütləsini və N-i müəyyən et. İndi biz bunu necə eləyəcəyik? Baxırıq ki, 80 dərəcə Celsius temperaturda kristal hidrat məhlulunun həll olma əmsalı 1500 qram litrdir. Bu deməkdir ki, 80 dərəcə Celsius temperaturda 1500 qram kristal hidrat 1000 qram suda həll olsaydı 2500 qramlıq doymuş məhlul yaranardı. Və bu 2500 qramlıq doymuş məhlulu 80 dərəcədən 20 dərəcəyə gətirəndə bilirsiniz ki, qarşılar arasındakı fərq çökən duzun kütləsini göstərir. 1500-dən 500-ə keçdiriləndə 1000 qram çökmə müşahidə olunur. 2500 qramlıq kristal hidrat 1000 qram çökmə yaradırsa, indi bizim də əlimizdəki kristal hidrat məhlulu, yəni 2500 qram kristal hidrat yox, 2500 qram kristal hidrat məhlulu demək istəyirəm də. Çünki axı bizə KH kristal hidrat məhlulunun KH-ıdır. Yəni kristal hidrat məhlulu o deməkdir ki, suyun içərisinə kristal hidrat əlavə eləmişik, kristal hidratın suda məhlulunu əldə etmişik. Kristal hidratın suda məhlulu deməli 80 dərəcə Celsius temperaturda KH 1500 qram litrə bərabərdir. Bu o deməkdir ki, 1500 qramlıq kristal hidrat 1000 qramlıq su ilə birlikdə 2500 qramlıq doymuş kristal hidrat məhlulu yaradır və 2500 qramlıq doymuş kristal hidrat məhlulunu mən 80 dərəcədən 20 dərəcəyə keçirdəndə görürəm ki, KH-lar arasındakı fərq 1500-dən 500-ə gələndə 1000 qram olur. Bu demək ki, 1000 qram burada çökmə müşahidə olunur. Amma mənim kristal hidrat məhlulum 250 qram olduğuna görə gəlin görək 250 qramlıq kristal hidrat məhlulu nə qədər çökmə yaradacaq. Buradan çökən deməli maddənin kütləsinin 100 qram olduğunu tapırıq. İndi bizə deyir ki, X-in nisbi atom kütləsini və N-i müəyyənləşdir. İndi biz bunu necə müəyyənləşdirə bilərik? Deməli, belə deyək də, normalda kristal hidratın formulu XSO4 rulsun N qədər H2O-dur. Bizə deyir ki, çökən bərk maddənin süzmə sulu ilə məhluldan ayrılırlar və qurudaraq kütləsini təyin edirlər. İndi biz bilirik ki, çökən bərk maddə 100 qrama bərabər olur. Çünki dedik ki, çökmə 100 qram olacaq. Çünki bayaq dedik axı, tənasüblə tapdıq ki, çökən maddənin kütləsi 100 qramdır. Deməli, 100 qram çökən, təbii ki, burada kristal hidrat olacaq. Çünki kristal hidrat məhluludursa, əgər mən bunun temperaturunu azaldıramsa, çökmə müşahidə olursa, təbii ki, burada çökən kristal hidratın kütləsi olacaq. İndi 100 qramlıq çökmə varsa, bu 100 qram çökmə 100 qram kristal hidratın kütləsini göstərir. İndi bizə deyir ki, bu 100 qramlıq çökən kristal hidratı deməli, süzüblər, ayırıblar, qurudublar və onu közərdiblər. Közərdmə zamanı onun kütləsi 64 qram olubdur. Yəni, o deməkdir ki, 100 qramlıq çökən kristal hidrat közərdilən zaman onun kütləsi 64 qrama düşüb. Bu demək ki, burada 36 qram azalma müşahidə olunur. Aydın məsələdir ki, kristal hidrat közərdilən zaman buradakı azalma suya görədir. Çünki kristal hidrat közərdilən zaman onun tərkibindəki su buxarlanır və buxarlanan su kristal hidratın kütləsini azaldır. İndi əgər burada 36 qram azalma müşahidə olunursa, deməli bu 36 qram buradan buxarlanan suyun kütləsini işarə eləyir. Deməli, kristal hidratın tərkibindən 36 qram su mövcud imiş, 64 qram da duz mövcud imiş və 100 qramlıq kristal hidrat közərdilən zaman onun tərkibindən 36 qram su uçub gedib havaya, 64 qramlıq da, yəni buxarlanıb da belə deyək də, 64 qram da duz qalıb yerində. O zaman bizə deyir ki, gəl buradan N-i tap. N-i necə taparıq? N-i tapmaq üçün belə yazacağıq. Deməli, normalda belə deyək də, deməli, kristallaşma suyunu yenə deyirəm, 36 qram tapdıq, duzun kütləsini 64 qram tapdıq və belə deyək də, növbəti
ifadələrdən istifadə etsək, XSO4 parçalanıb XO ilə deyir SO2 əmələ gətiribdir. XSO4 64 qramdır. Deyir bu parçalanıb XO ilə SO2. Bax bu bizə kömək eləyəcək ki, məsələnin həllini tapaq. 64 qram XSO4 deyir parçalanıbdır. Bu zaman XO ilə SO2 əmələ gətiribdir və əmələ gələn SO3 32 qram olubdur. İndi normalda biz bilirik ki, SO2-nin emeri 80-dir. İndi əgər XSO4 64 qram olubsa, bu parçalanan zaman XO ilə SO3 yaradıbsa, maddə kütləsinin saxlanma qanununa görə 64 qramlıq XSO4 32 qram SO3 yaradıbsa, deməli 32 qram da XO yaradıbdır. İndi normalda biz bilirik ki, SO3-ün emeri 80-dir. İndi SO3 ilə XO-nun kütləsi bir-birinə bərabərdirsə, yəni 32 qram SO3, 32 qram da XO varsa, demək ki, bunların emerləri də bərabərdir. Çünki hər ikisi mol miqdarı 1 moldur. Onda belə çıxır ki, 80 qram SO3, 80 qram da XO olacaq burada və bunlar ikisi birlikdə 160 qramlıq XSO4-dən yaranmalıdır. Yəni, yenə deyirəm, baxın, əgər SO3 32 qram yaranıbsa, 32 qram da XO yaranmalıdır ki, bunların kütləsi cəmi 64 qram olsun. SO3-ün emeri 80-dir, XO da 80 olmalıdır, çünki kütlələr bir-birinə bərabərsə, emerlər də bir-birinə bərabərdir. Bunların kütlə cəmi mənə 160 qram XSO4 verməlidir. Deməli, XSO4-ün emerini tapdım 160 qram. Aha. Növbəti halda, yenə deyirəm, biz bayaqlar tapdıq ki, XSO4 olsun NH2-da 64 qram deməli XSO4 var və bu 36 qram su ilə suyu özünə birləşdirir. Çünki XSO4 olsun NH2 nə deməkdir? Bu kristal hidratın tərkibində 64 qram XSO4 var və 36 qram da kristallaşma suyu var. 64 qram XSO4 36 qram suyu özünə birləşdirirsə, o zaman biz XSO4-ün emerini 160 tapdıq, 160-ın da 18 N qədər suyu özünə birləşdirəcək. Buradan tənliyi həll eləsək, N-imiz bərabər olacaq 5-ə. N-i 5 tapdıq, əla. Sonra XSO4-dən, XSO4-ün emeri 160-a bərabərdir. Bu 160 nə olacaq həmçinin? X üstə gəlinsin, kükürt 32 qram, oksigen də 64-də, cəm 96 eləyəcək. X üstə gəl 96, 160-a bərabərdirsə, biz buradan X-in ayrını, yəni metalın ayrını da hesablaya bilərik. Burada metalın ayrı 64-ə bərabər olacaq. X-in, yəni metalın ayrını tap 64 tapdıq, N-i tap, N-i də 5 olaraq müəyyənləşdirmiş olduq. Sonra keçirik 29-cu sualın izahına. 29-cu sualda deyir ki, birinci proses zamanı çökən maddənin kütləsinin zamanın asılıq qrafikini qur. Biz bayaqlar dedik ki, çökən maddə 100 qram olmalıdır, onu bayaqlar tənasüblə tapmışdıq. Və bəs əvvəlki 250 qram kristal hidratın içərisində nə qədər kristal hidrat məhlulunun içərisində, daha doğrusu 250 qramlıq kristal hidrat məhlulunun içərisində nə qədər kristal hidrat var, nə qədər su var, onu necə müəyyənləşdirə bilərik? Gəlin onu tapaq. Normalda biz bayaqları qrafikə baxanda dedik ki, 80 dərəcə Selsi temperaturda kristal hidrat məhlulunun həll olma əmsalı 1500 qram litrə bərabərdir. Bu demək ki, 1500 qram kristal hidrat 1000 qram su ilə 2500 qramlıq doymuş kristal hidrat məhlulu yaradır və 2500 qramlıq doymuş kristal hidrat məhlulunun dedik ki, 1500 qramı təmiz kristal hidratdan, 1000 qram isə sudan ibarət olmalıdır. Bizim kristal hidrat məhlulumuz isə 250 qramdırsa, indi 2500-ün 1500 kristal hidrat 1000 də su saxlayırsa, onda 250 qramlıq kristal hidrat məhlulu da uyğun olaraq ondan 10 dəfə az olduğuna görə 150 qram kristal hidrat 100 qram da su saxlayacaq. Deməli, əvvəlcə bizim əlimizdə 150 qram kristal hidrat olubdur və 150 qram kristal hidrat olub, lakin proses zamanı çökən kristal hidratın kütləsi 100 qram olub, çünki onu bayaqlar, bax, burada haşiyə almışam, görmüşdük. Onda biz birinci proses zamanı çökən maddənin kütləsinin zamanın asılıq qrafikini qursaq, 150 qram əvvəlcə əlimdə maddə olubdur, sonra bunun 100 qramı çökübdür. 150-dən 100 qram çökəcək, 50 qram əlində kristal hidrat qalacaq. Yəni, qrafiki bu şəkildə quracaqsınız. Yəni, birinci proses zamanı çökən maddənin kütləsini tap deyəndə, birinci proses zamanı 100 qram maddə çökübdür. Bəs maddənin əvvəlki kütləsi nə qədər olubdur? Məhlul olaraq 250 qramdır. Amma bunun 150 qramı təmiz kristal hidrat özü olubdur. 100 qram da su olubdur. İndi kristal hidratın 150 qram olub, bunun 100 qram çökübsə, qrafikimiz 150-də başlayıb 50-yə düşməlidir. Qrafiki 150-də başlayıb 50-yə düşürtməliyik. Ya bu şəkildə göstərəcəyik və yaxud da ki, indi imtahanda baxırsınız da sizdə cavab vərəqində necə verilibdir. Belə də yaza bilərik. 150-də başladı, 50-də bitdi. Yəni, belə də yaza bilərsiniz. Kütlənin zamanla asılıq qrafiki, emin tavdan asılıq qrafikini məhz bu şəkildə qura bilərsiniz. Sonra bizə deyir ki, deməli, 80 dərəcədə doymuş məhlulda duzun kütlə payını hesabla. 80 dərəcə Selsi temperaturda doymuş məhlulda duzun kütlə payını biz necə hesablaya bilərik? 80 dərəcə Selsi temperaturda biz tapdıq ki, baxın, bayaqlarda yazmışıq ki, məhlulumuz KH-dır, məhlulumuz 250 qramdır. 250 qramlıq məhlulun 150 qram təmiz kristal hidratdır, 100 qram da təmiz sudan ibarətdir. İndi 150 qramlıq kristal hidratın bəs nə qədəri duz, nə qədəri sudur, onu necə taparıq? Biz tapdıq ki, kristal hidratımız XSO4 vurulsun 5H2O-dur. XSO4-ün də emeri 160-dır, su da 5 mol su da, bilirsiniz ki, 5-i deməli 18-ə vuranda
eləyəcək 90 qram. Deməli bizim bu kristal hidratımız əslində emiri 250-yə bərabərdir və 250 qramlıq kristal hidrat öz tərkibində 160 qram nə saxlayır? XSO4 duzu saxlayır. Zaten bunu hamımız bilirik də. İndi 250 qramlıq kristal hidrat 160 qram duz saxlayırsa, biz də bayaqlar dedik ki, 250 qramlıq kristal hidrat məhlulun içində məhluldur. Məhlulun içində 150 qram kristal hidrat mövcuddur. Yəni kristal hidratın özü 150 qramdır. Normalda XSO4 pulsun 5H2O kristal hidratın emiri 250-dir və bu 250 qramlıq kristal hidrat 160 qram duz saxlayır öz tərkibində. Bizim isə 250 qramlıq kristal hidratın özü deyil, məhlulumuz var əvvəlcədən. Bu məhlulun 100 qramı su, 150 qramı kristal hidratdır. Gəlin görək bu 150 qram kristal hidrat nə qədər duz saxlayır. Buradan 150 qram kristal hidratın tərkibində olan duzun kütləsini 96 qram tapırıq. 96 qram deməli duzumuz var 250 qramlıq məhlulun içində. İndi bu məhlulun içindəki duzun kütlə payını tap deyəndə duzun kütlə payını çünki deyir, demir ki, kristal hidratın içərisində, daha doğrusu məhlulun içində kristal hidratın kütlə payını tap. Məhlulun içində kristal hidratın kütlə payını tapmalı olsaydım 150-ni 250-yə bölərdim. Amma məhlulda duzun kütlə payını tap deyirsə, onda mən tənasüblə məhluldakı kristal hidratın içindəki duzu tapıram. Daha sonra o duzun kütləsini bölürəm, məhlulun kütləsinə vururam 100%-ə. O zaman omeqanı tapmaq üçün mən 96-nı bölməliyəm 250-yə, vurmalıyam 100%-ə. Buradan da tənliyə həll eləsək, 96 bölünsün, 250 vurulsun. Deməli, daha doğrusu 96 vurulsun 100% bölünsün 250 daha doğrusu bizə verəcək yəqin ki 38,4%. Buradan da doğru cavabı 38,4% tapacaqdıq. Üçüncü proses zamanı bərk maddənin kütləsi neçə qram azalıbdır? Çox asandır bu. Necə eləyirik? Dedik ki XSO4 parçalanıb XO ilə SO3 əmələ gətiribdir və bizə deyir ki XSO4 64 qramdır. Çünki biz dedik axı XSO4 64 qramsa, onu deyir parçalamışıq, buradan 32 qram SO3 almışıq. İndi XSO4 64 qramdır. Bunun 32 qramı SO3-ün payına düşübsə, deməli 32 qram da XO-nun payına düşüb. İndi 64 qramlıq XSO4-dən 32 qramı SO3 şəklində maye aqreqat halına keçibsə, onda yerdə qalan 32 qramında XO şəklində bərk maddə şəklində qalıbdır. Çünki XO metal oksididir də, təbii ki, bərk maddədir. O zaman bərk maddənin kütləsi 64 qramdan 32 qrama düşübsə, neçə faiz azalıb? 64-də 32 qrama düşdü. 64-ün yarısı qədər, yəni 50% bərk maddədə azalma müşahidə olundu. Doğru cavab burada 50% olacaq.